Sumqayıt şəhər 33 nömrəli tam orta məktəbdə beynəlxalq ana dili gününə həsr olunmuş tədbir keçirilib. Şamama Vəliyevanın təşkilatçılığı ilə 2B sinfinin keçirdiyi tədbirdə çıxış edən məktəbin direktoru Rübabə Əsgərova bildirdi ki, fevralın 21-i bütün dünyada beynəlxalq ana dili günü kimi qeyd olunur. Ana dilinin yayılması üçün atılmış hər bir addım təkcə çoxdilliliyin tədrisi deyil, həmçinin dilçilik və mədəni ənənələr haqqında biliklərin artması, qarşılıqlı anlayış, dözümlülük və dialoq üzərində qurulmuş həmrəyliyi inkişaf etdirmək məqsədi daşıyır. Millətin dilinin dövlət statusuna yüksəlməsi tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir. Bu məqam millətin millət olaraq təsdiqidir. Çünki dilin dövlət dili statusuna yüksəlməsi, millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda dilinin zənginliyinin sübutudur. Daha sonra çıxış edən təşkilatçı Şamama Vəliyeva bildirdi ki, Azərbaycan dilinin dövlət statusu dillər arasında olmasına, onun mənəvi dirilik atributuna çevrilməsində ümummilli lider Heydər Əliyevin böyük rolu olub. Ölkəmizdə ana dilinin hərtərəfli inkişafı, beynəlxalq münasibətlər sisteminə yol tapması, ana dilimizin gözəl bilicisi, Ulu Öndər Heydər Əliyevin dilimizin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir. Hazırda bu ənənələri Prezident İlham Əliyev uğurla davam etdirməkdədir. Daha sonra tədbir, şagirdlərin canlandırdıqları səhnəciklər, səsləndirdikləri şeir və mahnılarla davam etdirildi. Fırtınalar dursun yana, yol ver Türk'ün bayrağına. Birdir bizim hər halımız, amalımız, diləyimiz, bayraqlarda ilalımız, Azərbaycan Türkiyə. Mavi rəng sanki bir mavi dənizdir, qırmızı rəng şəhidlər qanıdır, yaşıl rəng Peyğəmbər əbbasıdır. Şəmsdən Fikrətli, Firuzad Gözəlov, Dünya TV.